onurğa deformasiyalarından ən çox da uşaqlarda onurğa əyriliklərinin sayı artmaqdadır. Bunlar skalyozdur, onurğanın yana əyilməsidir, kifozun artmasıdır, yəni önə əyriliyin çoxalması, el arasında donqarlıq deyiləm. Bunlar daha çox yayılıb. Uşaqlar arasında bunun yayılmağının səbəbi də bir nömrə hərəkətin az olmasıdır. Bugünkü gündə fikir versəniz, ətrafınızda da görəcəksiniz, gəzməyə çıxırsınız və görürsünüz ki, demək olar ki, 90% uşaqlar ya skuterlədir, ondan əvvəl Segway-də gəzirdilər. Hərəkət demək olar ki, sıfır səviyyəsindədir. Təbii ki, o uşaqlarda əzələ zəifliyi olacaqdır və müəyyən yaş, əsasən də məktəb başlayan dövrdən onurğa əyriliyi formalaşmağa başlayacaqdır. Valideyn artıq deyirsə ki, mənim uşağımda əyrilik var, mən bunu hiss edirəm, bu artıq ikinci dərəcəlidir, yəni formalaşıb. Ona görə də mütləq şəkildə uşaqları 17 yaşa qədər ildə bir dəfə həkim fizioterapi, vertebroloq müayinəsinə, pediatr müayinəsinə keçirmək lazımdır ki, həmin əyrilik vaxtında aşkar olunarsa, qarşısı daha tez alınır və müalicəsi çox asan olur. Təbii ki, iləri dərəcələrdə artıq onun müalicəsi də biraz çətinləşir. Deməli, biz danışaq skalyozun yaranma məsələsindən. Skalyoz orqanizmdə onurğanın yana, sağa və ya sola əyilməsidir. Bunun başda səbəblərindən biri kalsium azlığından olur. Ona görə ilk növbədə uşaqların dişlərinə fikir vermək lazımdır. Sonra isə artıq kalsium utilizasiya pozulduğuna görə, yəni orqanizmdə mənimsəmə zəiflədiyinə görə və onurğa əzələsi də zəif olduğuna görə təbii ki, ilk növbədə onurğa əyriliyini gətirib çıxaracaqdır. Onurğanın önə əyilməsi dediyimiz kifoz, el arasında kifoz bilinir hamı, amma o kifozun artmasıdır. Donqarlıq dediyimiz valideynlərin çox şikayəti nədir? Uşağa deyirəm düz dayan, uşaq 5 dəqiqə düz dayanır, sonra isə yenə öz qaydasından önə doğru çökür. Sanki bu vəziyyət yaranır. Düz dayanır, 5 dəqiqə sonra belə dayanır. Yəni valideynlər şikayət nə qədər desək də xeyri yoxdur. Çünki əzələ artıq zəifləyib. Bu uşaqdan asılı bir məsələ deyil. Ona görə uşaq 5 dəqiqə dayanıb artıq yorulur. Yorulduğuna görə o istər-istəməz önə doğru yenə əyiləcəkdir ki, rahatlaşsın, rahatlıq tapsın. Və bunu gördüyünüz zaman mütləq şəkildə həkimə müraciət etməlisiniz. Artıq bunu görürsünüzsə, demək yenə də kifozun artması var və bunu müalicə eləməsək nə olacaq, nə baş verəcək? Təbii ki, 15 yaşa kimi uşaqlarda ağrı hissiyatı olmayacaq. Heç bir şikayət olmayacaq ki, mənim kürəyim ağrıyır. 99%, 1% ağrı halları olur. Amma artıq 15 yaşdan sonra artıq ağrı şikayətləri başlayacaq, boyun ağrısı başlayacaq, baş ağrısı olacaqdır, oturanda kürəyi ağrıyacaqdır, dəstə artıq otura bilməyəcək ki, mən uzun müddət otura bilmirəm, kürəyim ağrıyır və yaxud bel ağrısı olsun. Yəni, bu onurğa ağrılarının sayı artacaqdır. Ona görə də mütləq şəkildə həmişəki kimi vaxtında edilən müdaxilə xəstəliyə vurulan zərbədir deyib, valideynləri uşaqlarını vaxtında müayinə etdirməyə səsləyirik.